Güney Azərbaycanda baş verən sel fəlakətindən 2 ay keçməsinə baxmayaraq, hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində heç bir tədbir həyata keçirilməyib. Böhranı İdarə Etmə Təşkilatı rəisinin verdiyi son məlumata görə, Həsən Ruhani hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün nəzərdə tutulan vəsaiti hələ təmin etməyib. Nəticədə bölgədə heç bir bərpa və yenidən qurma işləri görülməyib. Evləri təbii fəlakət zamanı dağılan və ya ziyan görən ailələr hələ də qohumlarının evində yaşamaqdadır. Onlara evlərini bərpa etmək və ya yenidən tikmək üçün dövlət tərəfindən hər hansı bir yardım və ya kredit ödənilməyib. Daşqın suları nəticəsində dağılan körpülərdən biri də Urmiyada Mərcəbərin Gülüstan körpüsüdür. Bölgə əhalisinin avtomobillə hərəkəti üçün olduqca mühümdür və əhalinin yarısı bu körpüdən istifadə etməyə məcburdur. Lakin hadisədən 2 ay keçməsinə rəğmən hələ də Gülüstan körpüsü bərpa olunmayıb, bu isə bölgə əhalisinin böyük narazılığına səbəb olub. Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanda 49 nəfərin ölümü ilə nəticələnən və ciddi dağıntılara səbəb olan təbii fəlakət baş vermişdi. Bölgəyə gələn səlahiyyətli şəxslər, o cümlədən seçki dönəmində namizədliyini irəli sürən Həsən Ruhani, sel fəlakətinin nəticələrinin qısa müddətdə aradan qaldırılmasına söz vermişdi. Lakin həmişə olduğu kimi, İran rəhbərliyi bu dəfə də Azərbaycana verdiyi vədləri yerinə yetirməyib.